Dərs 22 Nadir Şah Əfşar İmperiyası, Əfşarlar dövləti haqqında sizə bu mövzuda məlumat verəcəm. Gəlin dərs sahına keçid eləyək. Biz ən son Səfəvilər dövlətinin ərazisinin Rus və Osmanlı qoşunlarından azad edilməsi haqqında Rus-Osmanlı idarəçiliyindən həmçinin bəhs eləmişdim. Həmən o videonun rəsmini burada, linkini aşağıda qeyd edirəm. Playlistlər yuxarıda və aşağıda qeyd olunacaq. Səfəvilərin həmən o mövzu izahlarını da dinləyin ki, mövzuları bir-biri ilə əlaqələndirəsiniz. Deməli, Əfşarlar dövlətindən danışaq. Nadir 1726-1736-cı illər qeyd elədik ki, onun deməli xanlıq dövrüdür. İndi isə Nadirin hökmdarlıq dövründən danışaq. Belə ki, 1736-cı ildə Muğamda keçirilən qurultaydan sonra, Skovşan qurultayından sonra Səfəvilər dövlətinin varlığına son qoyulur və bununla da Azərbaycanda yeni bir dövlətin əsası qoyulur, Əfşarlar dövlətinin. Nadir özünü şah elan edir. Nadirin şahlıq dövrü 1736-1747-ci illərə əhatə eləyir. Onun hakimiyyəti dövründə Ziyadoğlu, 32, Kəbirli, Cavanşir kimi Qarabağ və Gəncə bəylərbəyliyinin, daha doğrusu Qarabağ bəylərbəyliyinin deməli türk əhalisi etiraz eləmişdi. Səfəvilər dövlətinin qorunub saxlanılmasının onlar tərəfdarı idilər. Nadir isə ona qarşı çıxan şəxsləri hökmdar seçildikdən sonra Xorasana sürgün eləyir və Qazax, Borçalı, Şəmşəddil kimi əraziləri Gürcü hakimlərinin ixtiyarına verir. Hətta 1744-cü ildə isə o Teymurazı Kartli, İkinci Raklin isə Kaxetya çarı təyin eləmişdi ki, 1762-ci ildə bu arada Kartli ilə Kaxetya birləşmişdi həmçinin. Məliklərə isə sərbəstlik verir, Qarabağın tabiçində olan məliklərə isə sərbəstlik vermişdi. Nadir Şahın mərkəzləşdirmə tədbirlərindən danışım sizə. Əvvəlcə inzibati idarəetmə islahatlarından, belə ki, o Səfəvilər dövründən bəri mövcud olan baş vəzir və sədr əzəm vəzifələrini ləğv edir. Dini dövlətdən ayırır, teokratik hakimiyyətinə son qoyur Səfəvilərin, artıq dünyəvi bir dövlətə çevirir Əfşarlar dövlətini. Biz bunu Səlcuq hökmdarı Toğrul'la da oxşarlıq verə bilərik Nadirin bu xüsusiyyətini. O da dini dövlətdən ayıran ilk şəxs olmuşdu tarixdə. Deməli, bütün vəzifələrə şahın yaxın adamlarına, sadiq adamlarını təyin edir. Həmən o şəxslərə nəzarət etmək üçün isə xüsusi naiblər təyin eləmişdi. Səfəvilər dövlətindən fərqli olaraq paytaxt Məşəd şəhəri idi. Qeyd elədiyim kimi dini dövlətdən ayırdı və ölkəni 3 dənə bəylərbəyliyə böldü. Bunlar da elə müvafiq olaraq Məşəd, Təbriz və Şiraz bəylərbəylikləri idi. Mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyini yaradır və qardaşı İbrahim xanı həmən əraziyə təyin etmişdi ki, bunu da Şah Abbasla oxşar xüsusiyyət kimi verə bilərik. İqtisadi sosial tədbirlərindən sizə danışım. Belə ki, vergi toplanılmasına qayda qanun yaradır. Bu da qısa müddətdə xəzinənin gəlirlərinin artmasına gətirib çıxarmışdı. Ruhanilərin var dövlətini mənimsəyir, maldar tayfaların, iri feodalların torpaqlarını dövlət fonduna daxil edir. Bu, torpaq ehtiyatının artmasına gətirib çıxardır. Bütün vəqf torpaqlarını demək müsadirə etmişdi. Əkilməyən torpaqlarla bağlı xüsusi sərəncam verir. Bunu da Qazan xandan onun oxşar xüsusiyyət kimi qeyd eləmək olar. Məmurlara torpaq yox, maaş paylamağa başlayır Nadir hakimiyyəti dövründə və vergiləri natura ilə yox, pulla almağa başlayır. Hərbi islahatına gəldikdə isə Nadir kəndliləri orduya çağırır. Bu isə deməli rəiyyətin orduya çağırılması isə məhz məhsuldarlığın aşağı düşməsinə gətirib çıxartmışdı, etirazlara gətirib çıxartmışdı. Deməli ordusunda yüngül artilleriyadan, zəmburəklərdən istifadə edir Nadir Şah. Top istehsalı və gəmi qayırmaq üçün xüsusi deməli tədbirlər həyata keçirilir. Hətta hərbi donanma yaratmağa təşəbbüs göstərir. Bununla bağlı Hollandiya, İngiltərə, Rusiya kimi dövlətlərlə əlaqələr saxlayır. Lakin Nadir Şahın hərbi donanma yaratmasına Osmanlı ilə aparılan müharibələr imkan verməmişdi. Bu onun islahatları idi. İslahatlarından danışdıq. İndi görək Nadirin xarici siyasətində hansı tədbirlər var, hansı ərazilərə hücumlar eləyir. Belə ki, Nadir hərbi yürüşləri zamanı daha çox Osmanlı ilə mübarizə aparır. 1737-ci ildə Mərkəzi Asiya səfərinə başlayır. 38-ci ildə həmən o dövrdəki Böyük Moğol dövlətinə hücum elan edir. Böyük Moğol dövlətini vassal asıllığına salır və Böyük Moğol dövləti asılı hala düşür. Əfşarlar dövlətindən 1738-ci ildə onun səfərdə olmasından istifadə edən Azərbaycandakı, Dağıstandakı qüvvələr və qonşu ölkələrdəki insanlar üsyanlara başlayırlar. Nadirə qarşı üsyanların baş verməsinin səbəbləri vergilərin artırılması, məmur öz başınalığı idi. Və 38-ci ildəki Carbalakən üsyanı zamanı Azərbaycan bəylərbəyi Nadirin qardaşı İbrahim xan üsyanı yatırmaq üçün Carbalakənə yollanır. Lakin 1738-ci il Car üsyanı zamanı onun qardaşı öldürülür
Nadir isə bundan xəbər tutandan sonra 1741-ci ildə Mərkəzi Asiyadakı xəttlərini başa çatdırır və ölkəyə qayıdır, Azərbaycana qayıdır və üsyançıların qüvvələrini 1741-ci ildə məğlubiyyətə uğratmağa nail olur. Bundan başqa Nadirə qarşı Azərbaycanda yalançı Səfəvi şahzadələri tərəfindən də üsyanlar olmuşdu. Bunlar Sam Mirzə üsyanları adlandırılır. Birinci Sam Mirzə üsyanı 1743-cü ilin əvvəllərində başlayır. Bu üsyan Şirvanda baş vermişdi. Həmən üsyan deməli zamanı 1-ci Sam Mirzə Hacı Davudun əvvəlki müttəfiqi olan Qazqımoğlu Surxay xanla ittifaqa girmişdi, Nadirə qarşı birləşmişdilər. Lakin üsyançılar məğlubiyyətə uğradılmışdı. İkinci Sam Mirzə üsyanı da 1743-cü ildə baş verir. Bu da Azərbaycan torpaqlarında, şimal ərazisində baş verir. 1743-cü il 2-ci Sam Mirzə üsyanı da məğlubiyyətə uğrayır. Hətta qeyd edeyim ki, 2-ci Sam Mirzə üsyanı zamanı 2-ci Samın müttəfiqi bu dəfə Qazqımoğlu Surxay xanın oğlu olmuşdu. Lakin bu üsyanda yatızdırılır Nadirin qoşunları tərəfindən. Baxmayaraq ki, onlar Şabranla Dərbənd arasındakı ərazidə üsyançıların qüvvələrinə məğlub olmuşlar. Lakin Ağsu çayı yaxınlığındakı döyüşdə Nadirin qüvvələri üsyançılara qalib gəlməyə müvəffəq olur. Qeyd edeyim ki, bu dövrdə Şəkidə də üsyan baş vermişdi. Şəki üsyanı 1743-cü ildə baş verir. Şəki üsyanı zamanı üsyana başçılıq edən Hacı Çələbi özünü xan elan edir və bununla da Nadir Şahın hakimiyyəti dövründə, Əfşarlar imperiyasının mövcudluğu dövründə Azərbaycanda ilk müstəqil xanlıq meydana gəlir. Bu hansı xanlıq oldu? Şəki xanlığı oldu. Neçənci ildə yarandı? 1743-də. Qurucusu kim oldu? Hacı Çələbi xan oldu. Bu üsyan xəbərini alan Hacı Çələbi, üsyan xəbərini alan Nadir Şah Şəkiyə doğru yollanır və deməli Hacı Çələbi isə əhalisini və ordusunu toplayır Gələsən Görəsən qalasına. Nadirin qoşunları tərəfindən mühasirəyə alınan Gələsən Görəsən qalası ərzaq çatışmazlığı səbəbindən 1746-cı ildə Nadirə tabe olur. O şərtlə ki, Hacı Çələbi öz vəzifəsində saxlanılır. 1747-ci ildə isə Şərqin sonuncu fatihi Nadir Şah Əfşar sui-qəsd nəticəsində qətlə yetirilir. Şərqin sonuncu fatihinin öldürülməsi nəticəsində isə 1747-ci ildə Əfşarlar dövləti parçalanaraq süquta uğrayır. İstər Azərbaycanda, istər İranda, istər Mərkəzi Asiyada, bax bu ərazilərdə başlayır xanlıqlar dövrü. Bu ərazilərdə başlayır feodal pərakəndəliyi dövrü. Nadir Şah Əfşardan sonra bir daha heç vaxt Azərbaycan torpaqları şimallı cənublu Vaydalda birləşdirilə bilmir, çox heyf ki. Buna mane olan səbəblər var idi. Çünki bu dövrdə iqtisadi əlaqələrin zəifliyi, iqtisadi cəhətdən dövlətlərin Azərbaycan ərazisinin birləşdirilməsinə mane olur. Siyasi cəhətdən isə hakimiyyət uğrunda mübarizələrin və xarici müdaxilələrin baş verməsi Azərbaycan torpaqlarını vahid halda birləşdirməyə imkan vermir. Hansı ki, xanlıqlarla bağlı geniş və bütün mövzuları əhatə edən bir mövzu izahım var. Lakin bu ildə digər mövzuları yenilədiyim kimi həmin o mövzu izahını da yeniləyəcəm. Və orada da siz şahidi olacaqsınız ki, Azərbaycan xanlarından istər Şəki, istər Quba, istər Qarabağ, istər Urmiya, istərsə də Qacar tayfasından olan Ağa Məhəmməd Qacar nə qədər cəhd göstərsə də heç vaxt əvvəlki tək şimali və Cənubi Azərbaycan torpaqlarını vahid halda birləşdirmək mümkün olmur. Və feodal dağınıqlığının mövcudluğu, iqtisadi əlaqələrin zəifliyi Azərbaycanın parçalanmasına gətirib çıxardır, bir daha qeyd edeyim. Burada isə mövzu izahımızın sonuna gəlirik. Səfəvilər bölməsi ilə bağlı olan bütün mövzu izahları artıq sizlərlə paylaşıldı. Ərdəbil hakimliyindən tutmuş da süqutuna qədər və Nadir Şah Əfşar imperiyasına daxil olmaqla. Digər videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olun. Həftənin 1-ci, 3-cü, 5-ci günləri axşam 19:00-da gözünüz, nəzəriniz kanalımızda olsun ki, yeni videolardan məlumatlı olasınız. Müəllimlərimizə, abituriyentlərimizə, ümumilikdə tarix sevərlərə, bizi izləyən hər bir şəxsə fəaliyyətində, peşəsində, işlərində uğurlar arzu edir. Növbəti videolarda görüşənə qədər deyir, özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.